Çox ləzzətli kutab resepti paylaşıram sizlərlə. Boranları kubik şəklində doğrayıb qaynatdım. Qaynatdıkdan sonra çəngəl ilə əzdim. Üzərinə duz istiot zövqə görə və təmizlənmiş nar dənələri də əlavə edib qaçışdırdım. Çəkilmiş mal ətinin üzərinə bir baş rəndələnmiş soğan, duz istiot da əlavə edib onu da qatışdırdım. Sonra isə aldığım lavaşları bu şəkildə ortadan böldüm. Sonra isə hazırladığım boranı içliyini lavaşın arasına bu şəkildə doldurdum və lavaşın qıraqlarına su da vurdum bişdikdə açılmasın. Əti də eyni ilə lavaşın arasına doldurdum və üzərinə də biraz nar dənələri əlavə edib sonra büktüm və az kərə yağında hər ikisini bişirdim. Boranı qutabı daha tez bişdi. Əti isə az xodda 5 dəqiqə hər iki tərəfini bişirdim. Bu qədər ləzzətli kutablar alınır bu reseptlə. Həm içərisindəki içliyi bol və onu da qeyd edim. Ətin içliyi tam bişir, yəni çiğ qalmır. Mütləq siz də bu reseptlə hazırlayıb dadına baxın. Dadını çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun.